Yaxın oturun, diqqətlə qulaq asın. Son zamanlar bu həbslər onu göstərir ki, ümumiyyətlə TikTok sosial şəbəkəsində ağıllı olmaq lazımdır. Kim nə gəldi danışır və kim nə cür gəldi geyinir, nə gəldi reklam edir, alt paltarları və yaxud əxlaqsızlığın təbliğatı, açıq-aşkar fahişəliyin təbliğatını aparanlar belə həbs edilirlər. Valla mən ancaq təşəkkürümü bildirə bilərəm Daxili İşlər Nazirliyinə. Həqiqətən də hər bir işçisi bizim əzizimiz, qardaşımızdır. Ümumiyyətlə sizə nə qədər gözəl sözlər desək azdır. Allah sizə ömür versin. Xidmətinizdə möhkəmsiz və möhkəm olun bundan sonra da. Biz bu ölkədə sizə güvənirik. Yaxşı ki varsınız.